27 a kvadrat b vurulsun n bərabərdir 12 a kub böl b olarsa m-in qiymətini tapın. Burada 27 a kvadrat b-yə biz bir vuruq, m-ə də bir vuruq kimi baxsaq 12 a kub bölünsün b olacaq hasil. Hasildən deməli vuruğu tapmaq üçün də m bərabərdir 12 a kubu bölünsün b-ni bölmək lazımdır 27 a kvadrat b-yə. Deməli buradan yazaq. 12 a kubu böl b vurulsun. Bu ifadəni tərs çevirək. 1 bölünsün 27 a kvadratı b. Deməli a kubu ilə a kvadratını ixtisar etmək olar. 12 ilə 27-ni 3-ə bölmək olar ikisində. Burada 4, burada 9 düşür. Deməli alınır 9 məxrəcdə b kvadratı. Sürətdə isə 4 və 1 dənə də a qalır. 4a bölünsün 9b kvadratı. Deməli 4a və 9b kvadratı.